Salam hörmətli izləyicilər, görürsünüz ki yağış yağır. Bu video birinci növbədə yeni sürənlərə aiddir. Maşına oturdunuz, qızdırmaq lazımdır biraz, əgər səhərdirsə 1-2 dəqiqə. Ondan sonra yaxın işıqları yandırırsınız. Ondan sonra deməli şüşə silənləri işə salırsınız. Amma burada bir şey var, şüşələr dumanlanmasın deyə. Burada deməli 2 düymə var da, bax göstərirəm. Qabaq şüşələr, arxa şüşələr, deməli onların qızdırılması, onlara hava vurulmasını yandırırsınız ki şüşələr dumanlanmasın və çalışın az manevr edin, çünki güzgülərdə ətraf çox pis görsənir. Ona görə nə qədər az manevr etsəz o qədər yaxşıdır. Diqqətinizə görə sağ olun, özünüzü qoruyun. 1-2 gün havalar belə keçəcək.